Salam dəyərli coğrafiya sevərlər. Bu gün biz materiklər bölünməsinin izahını verməyə çalışacağam. İlk öncə birinci materikimiz olan Avrasiya haqqında danışacağıq. Avrasiya materikinə keçməmişdən öncə ümumi materiklər haqqında neçə materik, neçə qitə var, o haqda məlumata sahib olaq. Ənənəvi qaydada öyrənəcəyik. Yəni 6 materik, 6 qitə. İlk öncə materik anlayışı nədir? Hər tərəfi okeanla əhatə olunmuş böyük qrup parçasına materik deyirik. Qitə isə ətrafındakı adalarla birlikdə olan qrup parçasıdır. Materikləri tanıyaq. Avrasiya, Şimal Amerika, Cənubi Amerika, Afrika, Avstraliya, Antarktida. 6 qitə var. Bu qitələr isə Avropa, Asiya, Amerika, Afrika, Avstraliya və Antarktika. Deməli, bu Şimali Amerika, Cənubi Amerika, Afrika, Avrasiya, Avstraliya və Antarktida materikləridir. Bəs qitələrimiz hansılardır? Qitələr isə Amerika, Afrika, yenə də Antarktida, Avstraliya və Asiya, Avropa qitələrdir. İlk öncə başlayaq Avrasiya materikindən. Sahəsi 54 milyon kvadrat kilometrdir. Böyük bir hissəsi, yəni 44 milyon kvadrat kilometr olan sahəsi Asiya qitəsinə, yerdə qalan 10,5 milyon kvadrat kilometr isə Avropa qitəsinə aiddir. Avrasiya ən böyük materik hesab olunur və bütün okeanlarla əhatələnib. Yəni, bütün okeanlara çıxışı mövcuddur. Ən böyük materikdir dedik və böyük bir materik olduğu üçün 4 yarımkürədə yerləşəcək. Adalarla birlikdə, yəni ətrafındakı adalarla birlikdə 4 yarımkürədir. Amma Avrasiya materiki faktiki olaraq 3 yarımkürə götürəcəyik. Yəni, sual çıxsa ki, Avrasiya neçə yarımkürədə yerləşir? 3 yarımkürədə. Birinci Avropa qitəsi haqqında danışaq. Ən hündür nöqtəsi Elbrusdur. Qafqaz dağlarında yerləşir. 5642 metr. Belə bir şeyə yəni, diqqət etmək lazımdır ki, məsələn, Qafqaz dağları Avropada ən hündür zirvədir. Amma Azərbaycan ərazisində ən hündür zirvə təbii ki, Bazarcıqdır. Ola bilər ki, testlərdə çaşdırmaq üçün deyir ki, Qafqaz dağlarının ən hündür zirvəsi Bazarcıqdır. Bu yanlış ifadədir. Azərbaycan ərazisində ən hündür zirvəsi Bazarcıqdır. Amma belə Elbrusdur 5642 metr. Ən alçaq nöqtəsi isə Xəzər sahədir, -27 metr. Ən böyük düzənliyi Şərqi Avropadır. Ən böyük adası Böyük Britaniyadır. Yerləşdiyi işıqlanma qurşaqları isə deməli, qütbdür və mülayimdir. Yerləşdiyi yarımkürələr bəs hansıdır? Şimal, şərq və qərb yarımkürələri. Sahillərin yuan okeanlar isə Atlantik, sonra Şimal buzlu okeanları hesab olunur. Asiya qitəsi haqqında isə onu deyə bilərik ki, ən hündür nöqtəsi Comolungma və Everest də deyə bilirik. Buna 8848 metr. Ən alçaq nöqtəsi Ölü dənizdir. Bəzən 30 metrə, 402 metrə verilir. Əsas odur ki, -400 metrdən aşağıdır. Yəni, -400 metr götürə bilərsən. Böyük düzənlik, ən iri yarımadası Ərəbistan yarımadasıdır. Ən böyük adası Kalimantan adası. Kalimantan adasının ikinci adı Borneo adası hesab olunur. Yerləşdiyi işıqlanma qurşaqlarının sayı isə tropik, mülayim və qütb. Yəni, 3 dənə işıqlanma qurşağında yerləşir. Yerləşdiyi yarımkürələr şimal, şərq, qərb, cənub yarımkürəsidir. Yəni, ümumilikdə 4 yarımkürədə yerləşir. Sahillərin yuan okeanlar isə Atlantik, Şimal buzlu, Sakit və Hind okeanları. Yəni, belə bir nəticə gəlir ki, 4 okeanın hamısını Asiya qitəsinin sahillərini yuyur. Bəs yaxşı, Avropa, Asiya qitələrini ayıran sərhədlər hansılardır? Ural dağları, Enba çayı, sonra Xəzərin şimalı, Qafqaz dağları, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor, Mərmərə, Dardanel, Egey. Bu ardıcıllıqla Asiya Avropadan ayrılır. Yəni, şərt sərhəd hesab olunur. Bəs yaxşı, Asiya qitəsinin ən ucqar nöqtəsi şimalda Çelyuskin burnudur. Taymır yarımadasında
Cənubda Piyay burnudur. Malakka yarımadasında, şərqdə Dejnioq burnu, Skot yarımadasında, qərbdə Roka burnu, Pirney yarımadasındadır. Sonra Avrasiyanı Şimali Amerikadan ayıran boğaz Bering boğazıdır. Avrasiyanı Afrikadan ayıran boğazsa Cəbəbül Tariq, Babil-Məndəb boğazları, eyni zamanda Süveyş kanalı, Qırmızı dəniz, Aralıq dənizləri hesab olunur. Avropanın fiziki xəritəsinə baxacaq. Avropanın ərazisi 4-cü dövr buzlaşmasına məruz qaldığı üçün girintili çıxıntılıdır. E, Burada düzənliklər, eyni zamanda cənub hissəsində cavan dağlar mövcuddur. Şimalı, yəni şimal hissəsi bu ərazilər seysmik cəhətdən qeyri, seysmik cəhətdən sabit, cənub hissəsi isə seysmik cəhətdən qeyri-sabit ərazilər hesab olunur. Sonra baxırıq burada e, digər xəritəyə. Hə, bir də onu da qeyd edək ki, Avropa bölünür Qərbi və Şərqi Avropa. Qərbi Avropada özlüyündə bölünür 3 subregiona, yəni Şimali Avropa, sonra Mərkəzi Avropa və Cənubi Avropa. Şərqi Avropa isə heç bir subregiona bölünməyəcək. Sonra bəs Şimali Avropaya hansı ərazilər daxil edilərsə, məsələn, İslandiya adası, Skandinaviya yarımadası, Jutlandiya yarımadası və burada bəzi ölkələr var. Məsələn, İslandiyadır, Norveçdir, İsveçdir, Finlandiyadır, Estoniya, Latva, Litva və Danimarka kimi ölkələr, Şimali Avropa ölkələri. Orta Avropa ölkələrinə isə İrlandiya, Böyük Britaniya, Fransa, Almaniya, Belçika, Liechtenstein bu kimi ölkələrdir. Avstriya, İsveçrə kimi ölkələr. Cənubi Avropa regionu desə, Pirney, eyni zamanda Apenin, Balkan ölkələri hesab ediləcəkdir. Sonra Şərqi Avropa ölkələri isə Belarusdur, Ukraynadır, Rumıniyadır, Moldovadır, Bolqarıstandır. Bu kimi ölkələr hesab olunur. Sonra baxırıq, biraz nəzəri hissələrdən məlumat verək. Avropa Avrasiya materikinin qərb hissəsində yerləşən bir qitədir. Qitədə regionlar relyefinə görə bir-birindən kəskin fərqlənir. Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır və bu dağların hündürlüyü çox deyil, Paleozoy erasında yaranıb və ən hündür zirvəsi Qalxanpik Gendir 2469 metr. Skandinaviya yarımadası belə deyək, 20 min əvvələ qədər buzlaqlar örtülü olmuşdur. Yəni, belə deyək, 400 dövr buzlaşmasına məruz qalıb, ona görə də sahillər gerintili, çıxıntılıdır. Burada morentirələri, təpələri, trok dərələri mövcuddur. Sonra burada buz örtüyü əridikdən sonra okeanda suyun səviyyəsi qalxmış, sahil boyu dərələr su altında qalmışdır, dərələr körfəzlərə çevrilmişdir. Buraya daxil olmuş bu ensiz körfəzlər adlanırdı fiordlar. Deməli, fiord nə oldu? Dərin, ensiz körfəzlər hesab olunur. Bu Norveçdə yerləşən Sogna fiyordu hesab olunur və burada Salpasusky morentirəsi var. Bu da Finlandiyada yerləşəcəkdir. Yəni, ölkələrdə hansı ekstrasyon relyef forması hansı ölkəyə məxsusdur və ya hansı relyef forması hardadır? Yəni, onu bilmək vacib nüanslardan biridir. Sonra Orta Avropanın relyefi üçün düzənliklər səciyyəlidir. Onlardan ən böyüyü Alman Polşa ovalıqdır. Orta Avropanın Atlantik okean sahillərində qurunun tektonik əyilməsi baş verir. Tədricən enmələr sahil boyu ərazilərin su altında qalması ilə nəticələnir. Su basmaların qarşısını almaq üçün bəndlər tikilir, dəniz qurudulur və antropogen mənşəli düzənliklər yaradır. Antropogen mənşəli düzənliklər süni şəkildə salınmış torpaqlar nəzərdə tutulur. Yəni,
hansısa bir ölkələr ərazisini genişləndirmək üçün süni şəkildə belə deyək, ərazisini genişləndirir. Yəni təsəvvür edin ki, suyu doldururlar, e, həmin əraziləri qurudurlar və ərazilərini genişləndirirlər. Belə ölkələrdə məsələn bu forma polderlər adlanır. Polderlər misal olaraq Niderlandı deyə bilərik, amma polderlərdən istifadə edən ölkə ümumiyyətlə 7 dənə ölkə var ki, məsələn deyirəm, Birləşmiş Ərəb Əmirliyi, Sinqapur, Yaponiya, ABŞ, Niderland kimi ölkələrdir ki, ərazisini genişləndirir. Yəni burada da polderin mənası verilib. Əvvəllər dənizin dayazlığı olmuş ərazilərdir. Mürəkkəb mühəndis qurğu sistemlərinin köməyi ilə insanlar bu əraziləri quruya çevirib. Sonra yəni deyir ki, şəkildə gördüyünüz həmin bu ərazi Niderlanda məxsus ərazidir. Keçmişdə su yəni okeanın dibi olub, daha sonra insanlar tərəfindən qurudularaq e, belə deyək, süni şəkildə ərazilərini artırıblar. Sonra Orta Avropada cavan, qövsvari formada Alp dağları yerləşir. Bu dağlar Afrika və Avrasiya litosfer dağısının toqquşması nəticəsində əmələ gəlmişdir. Dağlar Şimali Avropanın qədim dağlarından yüksək, şiş uzlu, pik şəkilli zirvələri və yamacların dik olması ilə fərqlənir. Təbii ki, buna səbəb Şimali Avropadakı olan dağlar qədim, Cənubi Avropada olan dağlar isə e, cavan dağlardır deyə şiş üzlü olacaqdır. Və Avropanın Alp dağları dedik ki, Avropada yerləşir və burada ən hündür zirvə Mont Blancdır. 4807 metr. Sonra, yəni Alp dağların ən hündür zirvəsi Mont Blancdır. 4807 metr və Alp dağları Fransa, İsveçrə, Avstriya və İtaliya kimi ölkələrdə həm qış, həm də yayda fəaliyyət göstərən dağ kurortları yaradılmışdır. Və burada turizmdən gələn gəlirlər ölkənin inkişaf etdirilməsində böyük əhəmiyyətli dərəcədə rolu vardır. Sonra Matterhorn piki var. Matterhorn İsveçrədədir. Onu da yadda saxlayaq. Alp dağlarında kurort şəhər Matterhorn zirvəsi məsələn İsveçrədə deyə bilərik. Sonra bir də ki, məsələn, Cənubi Avropa ölkələrindən İsveçrə, Avstriya və İsveçrə, Avstriya kimi ölkələr deyə bilərik ki, bu ölkələr turizm cəhətdən daha öndə olan ölkələr siyahısına aiddir. Sonra Cənubi Avropada Aralıq dənizinin şimal sahillərini əhatə edir. Orta Avropa ilə müqayisədə sahil xəttləri çox parçalanmışdır. Yarımada və adaların relyefi əsasən dağlıqdır. Pirneydi, Apenindi, Balkan yarımadaları e, burada yerləşir və bu həmin Pirneydi, Apenindi, Balkan kimi dağların əmələ gəlməsində Afrika və Avrasiya litosfer dağların toqquşması səbəb olmuşdur. Və burada Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar da mövcuddur. Burada adada yerləşən vulkan, yəni Siciliya adasında yerləşən vulkan Etnadır. Apenin yarımadasında yerləşən isə Vezuvi vulkanı hesab olunur. Balkan yarımadasında Kars platosu mövcuddur və Kars platosu necə əmələ gəlir? Əhəng daşı və tez bir şəkildə həll olunan, yəni suda yaxşı həll olunan suxurlar yəni çox olduqda həmin ərazilərdə Kars platosu əmələ gələ bilər. Məsələn, burada biz Balkan yarımadasında bunu nümunə kimi göstərə bilərik. Deməli, burada suxurlar intensiv yuyulmaya məruz qalır. Onlarda Kars relief formaları, o cümlədən mağaralar yaranır. Məsəl üçün, buna misal göstərə bilərik. Eyni zamanda Slaveniyada Postoyun mağarasıdır. Amma dünyada ən uzun məşhur mağaralardan biri də Finit Mamut mağarasıdır. O da ABŞ-da yerləşəcək. İspaniyada Menorka çimərliyi var. Və Aralıq dənizinin çimərlikləri yerləşdiyi ölkələrə milyonlarla turist cəlb edir. Məsələn, dedik ki, İsveçrədir, Avstriyadır. Bu kimi ölkələr
kurort turizm ölkələri hesab olunur və burada onlar çoxlu gəlir əldə edir. Yəni ildə böyük miqdarda turizmdən gəlir götürürlər. Eyni zamanda İspaniyada həmçinin. İspaniyanın da məşhur Menorca çimərliyi var ki, milyonlarla turisti özünə cəlb edəcək. Sonra onu da qeyd edək ki, Yunanıstanda Balkan dağlarının quru iqlimə malik olan dağ yamaclarında xırdaboynuzlu heyvanlar daha üstündür. Bu şəkillər verilib. Məsələn, bu ərazi deyək ki, Yunanıstan nəzərdə tutulub. Bura Menorca çimərliyi nəzərdə tutulub. Sonra davam edək. Biz Şərqi Avropada yerləşən eyni adlı düzənlik Karpat dağlarından Ural dağlarına dək uzanır. E, Yəni Şərqi Avropa düzənliyi hansı dağlar arasında yerləşirdisə, Karpat və Ural dağları arasında yerləşəcək. Burada Orta Rusiya, Volqaboy, Valday yüksəklikləri mövcuddur. Düzənliyin şimalında buzlaq relyef formaları geniş yayılmışdır. Daha sonra Şərqi Avropa düzənliyidir. Sonra Ukrayna, Belarus və Rusiya Avropanın bu hissələrinə yəni tutur. Şərqi Avropa ölkələrin belə deyək də, yəni Ukrayna, Belarus, Rusiya kimi ölkələr tutur. Şərqi Avropa düzənliyi əhalinin ən çox məskunlaşmış ərazilərdən biridir. Burada Moskva, Sankt-Peterburq və Kiyev kimi şəhərlər vardır. Şərqi Avropa düzənliyinin cənubunda Asiya və Avropa sərhədlərində cavan dağ sistemləri olan Krım və Qafqaz dağları uzanır. Asiya qitəsinə baxacaq. İlk öncə Asiyanın fiziki xəritəsi ilə tanış olub, daha sonra keçirik nəzəri hissəyə. Birinci növbədə Asiya qitəsi oroqrafi cəhətdən relyef quruluşuna görə dünyanın ən mürəkkəb regionudur. Səbəb isə aydın məsələdir ki, sahəsi genişdir. Eyni zamanda burada cavan dağlar, qədim dağlar, orta yaşlı dağlar və 3 okeanla əhatə olunması, sahillərində girintili-çıxıntılı olması bu regionun, yəni bu qitənin öyrənilməsini biraz çətinləşdirir. Deməli, Asiya qitəsi tektonik cəhətdən sabit ərazilərdən, eyni zamanda platforma və fəal zonalardan, geosinkronlardan ibarətdir. Platformalar litosfer tavaların mərkəzinə, tavaların sərhədlərindən uzaqda yerləşən hissələrdir. Yəni, litosfer platformalar harada yerləşir? Litosfer tavaların mərkəzində. Sonra platformalar daxili quruluşuna görə 2 mərtəbədən ibarətdir. Birinci qat və ikinci qat. Birinci qata deyəcək platforma örtüyü, ikinci qata isə kristalli bünövrə. Platforma örtüyü nədir? Ən üst mərtəbəsidir. Çökmə süxurlardan ibarət olur. Süxurlar əsasən üfüqi lay şəklində yatır. Burada çökmə mənşəli faydalı qazıntılar mövcuddur. Neft, təbii qaz, daş kömür kimi çökmə mənşəli faydalı qazıntılar vardır. Bəs ikinci qatı olan kristalli bünövrə nədir? Bəs platformanın alt mərtəbəsidir. O, maqmatik və metamorfik süxurlardan ibarət olur. Qədim, tamamilə aşınmış dağların bünövrəsinə aid olan süxurlar qırışıq, yatın formasına malikdir. Burada filiz faydalı qazıntılar mövcuddur. Kristalli bünövrənin səthdə çıxdığı ərazilər ən çox filiz faydalı qazıntılarla zəngin olur. Orta Rusiya, Dekan, Qərbi Avstraliya, sonra Braziliya ailələri, bura Kanada qalxanı, yəni bura Labrador yarımadasında bu kimi əraziləri kristalli bünövrə səthə çıxan ərazilər hesab olunur. Sonra bu hissədə qalxan hissələr qalxan və ya sipər adlandıracağıq. Qalxan sipər nədir? Platformanın nisbətən yuxarı qaldırılmış sahələrində üst çökmə süxur qatı olmur. Axı dedik ki, birinci qat çökmə qatı olur və qalxan sipər ərazilərdə isə həmin bu çökmə süxur qatını yuyur, daha doğrusu üst qat yuyulur, qalxan kristalli bünövrə səthə çıxır. Həmin səthə çıxan ərazilər sayılır qalxan və ya sipər. Sipərlər də filiz faydalı qazıntılar təbii ki, zəngin olacaq və onları emal etmək, çıxartmaq daha asan başa gələcək.
Platformalara uyğun gələn relyef formaları nəhəng ölçülərə malik düzənliklərdir. Şimali Asiyada yerləşən Qərbi Sibir və Sibir platformaları üzərində geniş düzənliklər mövcuddur. Bunlara Qərbi Sibir ovalığı və Orta Sibir yaylaları deyə bilərik. Sonra bir də onu nəzərdə çatdırıb yadda saxlamaq lazımdır ki, Verxonyevski silsilələri hündürlüyü 2500 metrə qədər hesab olunur. Bəzən testlərdə olur, deyir ki, Verxonyevski silsiləsinin hündürlüyü 2500 metrdən çoxdur. Yəni zirvəsin, daha sonra dəqiq olaraq hündürlüyün öyrənməyə ehtiyac yoxdur. Sadəcə onu bilmək lazımdır ki, hündürlük 2500 metrə qədər çatır. Sonra Asiyada digər platforma Cənub-Qərbi Asiyadakı Ərəbistan platformasıdır. Ərəbistan yarımadasında yerləşən bu platforma səthi eksogen proseslərin fiziki aşınma və küləyin təsirinə məruz qalmışdır. Bu ərazilər üçün eol relyef formaları səciyyəvidir. Cənub-Qərbi Asiyada Türkiyə ərazisində Pond Tower dağları, eyni zamanda İranda, İraqda e, Zaqroş dağları İranla İraq sərhədinə düşür. Sonra İran ərazisində Elburz dağları uzanır. Türkiyə və İranda bu dağ sistemləri nəhəng Anadolu və İran yaylaları ətrafında yerləşir. E, Sonra İranda ən hündür zirvə Damavanddır. Asiyada ən hündür vulkan isə belə deyək də, yəni ən hündür vulkanik dağlardan biri hesab olunur. Damavand dağı hündürlüyü də 5610 metrdir. Sonra Türkiyədə isə ən yüksək zirvə təbii ki Ağrı dağıdır, 5165 metr. Sonra Afrika və Ərəbistan platformalarının hərəkəti haqqında danışacağıq. Deməli, vaxtilə Ərəbistan platforması Afrikaya bitişik olub, tektonik hərəkətlər, qırılmalar yaratmış, bu isə çatlar üzərində Qırmızı dənizin yaranmasına səbəb olmuşdur. Hazırda Afrika və Ərəbistan Qırmızı dəniz sahilləri bir-birindən uzaqlaşır. Burada bir şey də nəzər yetirmək lazımdır ki, Afrika və Ərəbistan litosfer havaları eyni istiqamətdə hərəkət edir. Amma necə olur ki, Qırmızı dənizin sahəsi genişlənir? Bu zaman deyirik ki, Afrika böyük litosfer havasıdır, Ərəbistan isə daha kiçik litosfer havasıdır. Və buna görə daha kiçik litosfer havası daha böyük sürətlə hərəkət edir. Afrikada böyük olduğu üçün daha kiçik sürətlə hərəkət edir. Yəni aralarında fikir verin. Bu təxminən e, ildə 2 sm hərəkət edirsə, bu da ildə 5 sm hərəkət edir. Fərq 3 sm. Yəni bunlar arasında 3 sm il ərzində belə deyək, məsafə yaranır və bu da Qırmızı dənizin sahəsinin genişlənməsinə səbəb olur. Yəni testlərdə olur. Ərəbistan litosfer havası Afrika litosfer havası eyni istiqamətdə hərəkət etsə də niyə görə Qırmızı dəniz sahəsi genişlənir? Səbəb aydın məsələ ki, Ərəbistan daha ildə daha böyük bir məsafə qət edir. Kiçik olduğu üçün Afrika isə daha böyükdür. Ona görə daha kiçik məsafə qət edir. Sonra Mərkəzi Asiyanın relyefində hündür dağ sistemləri üstünlük təşkil edir. Kunlun, Pamir, Hindukuş, Tian-Şan dağları ən uca zirvələrin hündürlüyü 7000 metrdən çoxdur. Sonra burada Paleozoikasında yaranıb Kaynezoyda yenidən fəallaşmaya məruz qalan Altay sayan Tian-Şan dağları mövcuddur. Və burada platformalarda eyni zamanda vardır. Məsələn, tarım platformasıdır. Sonra Asiyanın ən alçaq nöqtəsi Turfan çökəyidir. -155 metr. Ən hündür zirvəsi isə Himalay dağlarıdır. Eyni zamanda dünyanın ən hündür zirvəsi də burada yerləşir. Sonra burada deməli Himalay dağlarının şimalında geniş Tibet yaylası Çinin zəif məskunlaşmış əlverişsiz ərazilərdir. Burada Nepal ölkəsi deyilən bir ölkə var. Həmin o ölkədə şerplər yaşayır. Bu haqda da məlumat verəcək. Daha sonra Mərkəzi Asiyanın ən geniş düzənliklərinə Turan ovalığı, Qazaxıstan xırda təpəliyi də aid edə bilərik. Bir də buna diqqət edək. Pamir dağların ən hündür zirvəsi Konqur zirvəsidir. 7719 metr.
Bu e, Pamirin en yüksek zirvəsidir. Yəni Çində yerləşir Konqur 7719. Amma Tacikistan ərazisində Pamirin en yüksek nöqtəsi İsmail Səməni piki. Bu İsmail Somoni piki yazılır. Yəni əslində yəni Səməni piki kimi yadda saxlasınız, üzr istəyirəm. Səməni piki kimi yadda saxlasaz bəs edir. Səməni piki 7495 metr. E, Belə formada soruşula bilər ki, yəni Pamir dağlarının ən hündür zirvəsi hansıdır? Konqur götürəcəyiz. 7719 metr. Amma desək ki, Tacikistan ərazisində ən hündür zirvəsi, hə, o zaman Səməni Pikinin götürəcəksiniz. Sonra, hə, bu haqda deyəcəkdim, dedim ki, danışacaq. Şerplər Nepalda Himalay dağlarının ən yüksək zirvələrində, ən yüksək hissələrində məskunlaşmış xalqlardır. Şerplərin ən ənənəvi məşğuliyyəti, yəni Comolungma zirvəsinə qalxmaq istəyən turistlərin yüklərini daşımaqla onlar öz ailələrini saxlamağa çalışırlar. Yəni belə deyək, təsəvvür edin ki, bura Himalay dağlarıdır. Bura gələn turistlər burada yaşayan şerplərə öz veşlərini, öz nə bilim paltarlarını, sumkalarını daşıtdırırlar. Təbii ki, əlavə olaraq da bunlara pul ödəyirlər. Yəni şerplər də gəlirlərin məhz bir hissəsini buradan əldə edirlər. Sonra Asiyada Sakit Okean sahilində o balıqlar süni təşkil edir. Burada ən böyüyü qədim platforma üzərində yerləşən böyük Çin düzənidir. Bu düzəni Yansızı və Xuanxe çaylarının gətirdiyi alval çöküntülərlə örtülmüşdür. Burada böyük Çin düzəni Çində əhalinin ən çox məskunlaşdığı hissədir. Regionun şimalında böyük və kiçik Xinqan dağları yerləşir. Regionun şərq hissəsi Sakit Okean, Avrasiya litosfer havaların toqquşduğu sərhəddədir. Bu zonada yerləşən Qövsvarə adalarda Yapon, Kuril kimi ərazilərdə tez-tez zəlzələlər baş verir və vulkanlar, qeyzerlər və tsunamilər yaranır. Bu da 2011-ci ildə səhv etmirəmsə, 2011-ci ildə Yaponiya sahilində tsunami hadisəsi baş vermişdir. Bunun video izahı, daha doğrusu videosu olmalıdır YouTube-da. Sonra Cənub-Şərqi Asiya haqqında danışaq. Cənub-Şərqi Asiya Hindsin yarımadası, Malay arxipelagını, Zond adaları və Filippin adalarını əhatə edir. Kalimantan ikinci adı öyrəndik ki, Borneo adasıdır və Sumatra adaları da bu regionda yerləşir. Sonra Cənub-Şərqi Asiya ölkələrində Myanma, Tayland, Laos, Vyetnamdan keçir. Yəni belə deyək də, burada dağlar meridional istiqamətində uzanır və Myanma, Tayland, Laos, Vyetnam kimi ölkələrdən keçir. Bu dağlar arasında Mekong düzənliyi yerləşir. Bu region materik və okean havalarının toqquşduğu sərhəddə yerləşir. Ona görə də tektonik seysmik cəhətdən çox fəaldır. Region zəngin təbii ehtiyatlara malikdir. Dünyanın ən zəngin qalay wolfram qurşağı məhz bu ərazidədir, yəni Cənub-Şərqi Asiya regionundadır. Malayziya, Taylandda metallurgiya sənayesinin inkişafına səbəb olmuşdur. Cənub-Şərqi Asiya regionu eyni zamanda neft-qaz ehtiyatı ilə də zəngindir. Bu da Pinatubo vulkanı. Filippindəki Pinatubo vulkanı püskürülməsindən sonra yaranan mənzərədir. Sonra Cənubi Asiya haqqında danışaq. Cənubi Asiyanın əsas hissəsi Hindistan yarımadasıdır. Yarımadanın mərkəz hissəsində yerləşən Dendasion mənşəli Dekan yaylası burada yerləşir. Burada daş kömür, dəmir filizi, qrafit kimi faydalı, yəni mineral ehtiyatlarla zəngindir və faydalı qazıntılarla zəngindir. Akkumulyativ mənşəli Hindqanqo balığı da burada yerləşir. Vaxtilə Gondvananın tərkibinə daxil olan Hindistan tektonik proseslər nəticəsində Avrasiyaya birləşmişdir. Yəni Mezozoin sonu Kaynozoin əvvəlində Ərəbistan və Hindistan yarımadaları Avrasiyaya birləşib və Avrasiya yad qrup parçaları hesab olunur. Sonra Cənubi Asiyada deməli
Cənubi Asiyanın şimalında dünyanın ən hündür Himalay dağları uzanır. Himalay dağları Hind-Avstraliya tavasının tərkibinə daxil olan Hindistan platforması ilə Avrasiya litosfer tavasının toqquşması nəticəsində əmələ gəlmişdir. Bu dağlar Hindistan, Nepal, arasında 2500 kilometr uzunluğunda sərhəd əmələ gətirir və buradakı zirvələrin hündürlüyü 8000 metrdən çoxdur. E, Bunlardansa Nepal və Çin sərhədində yerləşən dünyanın ən hündür zirvəsi e, Congolma olacaqdır. Və burada başqa dağlarımız da var. Karakorum ən hündür zirvəsi Çogori zirvəsi 8611 metr göstərmək olar. Bu Asiya qitəsindəki yarımadalardır. Məsələn, burada ümumiyyətlə Avrasiya materikində yerləşən yarımadalardır. Burada Avropaya aid olan yarımadalardan Bretan yarımadası, Pirney yarımadası, Apennin, Balkan, sonra Yunanliya yarımadası, Skandinaviya yarımadası, Kola yarımadası, sonra Ərəbistan yarımadası, Kiçik Asiya, e, Kırım, sonra Yamaldı, Qıdandı, eyni zamanda Taymir yarımadası və Çukot yarımadası, Kamçatka, Kore yarımadası, Çin, Malakka yarımadası və Hindistan yarımadası aid etmək olar. Təbii ki, yarımadaların yerini öyrənmək çox vacib hesab etmək olar. Sonra Asiyanın adaları. Asiyanın adaların yenə də bunları da bilmək vacib şərtdir. Məsələn, Sakit Okean sahillərində belə deyək, Kamçatka yarımadaları dedik, Kuril adaları, eyni zamanda burada Baliniyə oxşayan Saxalin adası, e, bunlar hava adaları hesab olunur. Şimal hissəsində Hokkaido adası, sonra Honshu adası, Shikoku, Kyushu adaları, Ryukyu adası, Tayvan, Hainan, e, Filippin adaları iki müstəqil adadan ibarətdir. Şimalda Luzon, cənubda Mindanao götürürsüz. Sonra Papua Yeni Qviniya adası, eyni zamanda Moluk, Kalimantan, Yava, Sulawesi, Sumatra adası, sonra Hindistana məxsus Andaman adaları, Şri Lanka adası, Maldiv adası. Sonra Yapan adalar burada verilib ayrıca. Hokkaido adası, Honshu adası, eyni zamanda Shikoku və Kyushu adaları. Burada isə Kipr adaları, Krit, Kipr, eyni zamanda yox, yəni belə deyək, Kipr adaları yalnız Asiyaya aiddir. Amma Siciliya adasıdır, Korska adası, Sardiniyasıdır. Bunlar isə Avropa qitəsinə aid olan adalardır. Ə, Yəni burada yerləşən hamısı Asiya qitəsində yerləşən adalar hesab olunur. Hə, bir də Şimal Buzlu Okeanda Novosibir, Anju, Şimal Torpaq adaları, Yeni Torpaq, Novaya Zemliya kimi adaları bura aid etmək olar. Sonra Asiyanın dağları. Asiyan dağları dedik ki, Himalay dağları 2500 metr məsafədə uzanır e, və ən hündür zirvəsi Çinlə Nepal ərazisində yerləşən Himalay dağları, daha doğrusu Everest zirvəsi Conqoloma nəzərdə tutulur. Və burada hündürlüyü 2500 metr olan Verxonyatski dağı var, Çerski dağı var, Böyük Xinqan, Xotalin, Stanovoyç, e, bu dağlar çunqurdur. Yəni bunları öyrənməyə ehtiyac yoxdur bu çunquru. Belə Altay, Sayan dağları, Tian dağları, Ural dağları, Qafqaz, Pont, Tavr, Zaqroş dağları, e, Türkmənistan ərazisində Kopet dağ. Türkmənistan paytaxtı e, Kopet dağın ətəyində yerləşir. Elbrus, Hindukuş, Qaraqorun, Pamir, bir də Hindistan yarımadasında Qərbi qat, Şərqi qat dağları yerləşir. Biraz da geniş məlumat verək burada. Türkiyə ərazisi e, Kiçik Asiya yarımadasında yerləşir və Kiçik Asiya yarımadasının şimal hissəsində, yəni burada Pont dağları, cənubda isə Tavr dağları yerləşəcək. Bu da təbii ki, Qara dənizdir. Qara dənizin şimal hissəsində isə Krım dağları var. Krım dağları da cavan dağlar hesab olunur. Deməli, sual bu formada ola bilər ki, Qara dənizin həm şimal, həm də cənub sahillərində cavan dağlara rast gəlinir. Doğru fikirdir. Çünki şimalında
Krım dağları cənubunda da Pont dağları burada yerləşir. Yəni hər ikisi cavan dağlardır. Sonra Qərbi Qaz, Şərqi Qaz haqqında məlumat verək. Bunlar da Baykaldan əvvəl yaranmış dağlar hesab olunur deyə bilərik. Sonra Böyük Xinqan Paleozoyerasında yaranmışdır. Verxoyanskidir, Çerskidir, Sxotalindi. Sonra burada Kunlundu, Tibetdi. Bunlar Mezozoyerasında yaranmışdır. Qalan dağlarsa, bir də Baykaldan əvvəl dedik ki, Qərbi Qaz, Şərqi Qaz, Ural dağları Paleozoyerasında, yerdə qalan burada dağlarımızsa, deməli, Kaynozoyerasında yaranmışdır. Altay, Sayan və Altay, Sayan, Tian Şan dağları da Paleozoyda yaransa da Kaynozoydan yenidən fəallaşmaya məruz qalmışdır. Sonra Asiyanın düzənişləri haqqında, daha doğrusu Asiyanın düzənişlərinə baxaq. Burada e, böyük düzənişlərdən olan Şərq Avropa düzənliyi, Gürcüstandakı Kolxida, Azərbaycandakı Kür-Araz, sonra Türkiyə ərazisində Anadolu yayləsi, İranla İraq sərhədində Mesopotamiya, sonra burada İran ərazisində İran yayləsi, Qazaxıstan, Türkmənistan, Özbəkistan ərazisində Turan ovalığı, və burada Qazaxıstan ərazisində mənfi 132 metr okean səviyyəsindən aşağıda yerləşən Karagiya çökəyi, sonra Qazaxıstan xırda təpəliyi, tarım platforması. Baxın, bu ərazilər normalda seysmik cəhdin aktiv ərazilərdir, amma burada tarım platforması var ki, bunlar sabit ərazidir. Sonra burada Hind-Qanq ovalığı, Dekan yayləsi, Mekong düzənliyi, Göyçin düzənliyi, Gobi, e, sonra Patom yayləsi, Aldan, Anabar, Yana İndigirka ovalığı, Qərbi Sibir ovalığı və Orta Sibir yayləsi. Bir də hündür dağlardan biri deyil. Hündürlüyü təxminən 7000 metr, 7000 metrdən çox olan Tibet dağları, Tibet yayləsi bura aid edə bilərik. Burada Anadolu, İran, Tibet yaylaları geosinkronalda yerləşən yaylalardır. Kolxida, Kür-Araz isə geosinkronalda yerləşən ovalıqlara aiddir. Buradakı xəritə sxemlər Cəbir Şirəliyev xəritə sxemindəndir. Burada Düzən Asiyadakı bir dəqiqə. Asiyadakı yerləşən dağlardır, düzənliklərdir. Mənbə oradan götürülüb. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Gələn video izahlara qədər.